Bismillahirrahmanirrahim. Belə bir sual verilir ki, əgər doğrudan da yaxın qan qohumları arasındakı nikahlar müxtəlif irsi xəstəliklərə səbəb olursa, nə üçün İslam dini bu növ evliliyi qadağan eləməyib? Axı müasir tibb elmi sübuta yetirir ki, yaxın qohumlarla evlilik nəticəsində dünyaya gələn uşaqlar böyük ehtimalla xəstə doğulur. Birincisi onu bildirmək istəyirəm ki, müasir tibb elminə görə əmoğlu, dayı qızı, biboğlu, xala qızı kimi yaxın qohumlarla evlənən şəxslərin övladlarının sadəcə cüzi bir hissəsində irsi xəstəliklər meydana gələ bilər. 1,7-2,8% arası nisbətdə uşaqlarda bu cür xəstəliklərin olması müşahidə olunur. Bu barədə məşhur Genetics in Medicine jurnalının nəşr etdiyi məqaləyə nəzər salmanız kifayət edər. Demək, sadəcə 1,7-2,8% nisbətində, yəni 3%-dən də az bir nisbətdə insanlarda belə xəstəliklər olur. 97%-dən çox insanlarda isə bu cür xəstəliklər olmur. Bu, məsələnin birinci tərəfidir. Əgər bu məntiqdən çıxış etsək, gərək biz 40 yaşdan yuxarı olan evlilikləri də qadağan edək. Çünki 40 yaş üstü doğumlarda da Down xəstəlikləri və digər xəstəliklər daha çox müşahidə olunur. Yaxud şəkər xəstəliyi olan qadınlarla evlilikdə də risklər var. Piyələnmədən əziyyət çəkən qadınlarla evlilikdə baş verən hamiləlikdə də müəyyən risklər olur. Ehtimallara görə şəriətin nəyisə haram buyurması hansı məntiq uyğundur? Eyni məntiqlə gərək avtomobilə və ya təyyarəyə minmək də qadağan olunsun. Çünki nəqliyyat hadisələrinin baş verməsi ehtimalı var. Yaxud gərək tibbi müalicə də qadağan olunsun. Çünki müalicə edən həkimlərin xəstəliklərə yoluxma ehtimalı var. İdmanla məşğul olmaq məsələn qadağan olunsun ki, idmanda müxtəlif travmalar baş verir. Belə çıxır ki, şəriət kiçik ehtimallara görə bütün bu sadalanları qadağan etməlidir. Şəriət qanunları insana, cəmiyyətə əksər hallarda zərər verən şeyləri qadağan edir. İçkini, qumarı, zinanı, məsələn, buna görə qadağan edir. Həmçinin tutaq ki, yaxın qohumlarla evlilik irsi xəstəliklərin övlada keçməsinə səbəb olur. Bəs uzaq qohumlar? Onların arasında baş verən evlilik zamanı da belə hallar ola bilər axı. Hətta qohum olmayan kəslər arasında baş verən evlilik zamanında uşaqlar xəstə ola bilir. Buna görə şəriət evliliyi ümumiyyətlə qadağan etməlidir. Digər tərəfdən müasir dövrümüzdə evlilikdən öncə insanlar tibbi müayinədən keçmə imkanına malikdirlər. Həmin müayinələrin nəticəsi böyük ehtimalla uşaqlarda irsi xəstəliklərin ola bilməsini açıqlayır. Kim istəyirsə əvvəlcədən qohum olub olmamasından asılı olmayaraq tibbi müayinələrdən keçə bilər. Həmçinin İslam dini qohumlar arasında olan evliliyə əmr etmir. Sadəcə bunun icazəli olduğunu bildirir. Uşağın xəstə olması uca Allahın imtihanlarından biridir. Mömin hər bir halda belə bir şeylə üzləşdikdə buna səbr etməlidir. Rəbbimiz insanı bəzən imtihan edir ki, liyabluwakum ayyukum ahsanu amala. Görsün ki, əməl baxımından hansı insanın daha yaxşı olduğunu sınasın. Kimisini yoxsulluqla, kimisini xəstəliklə, kimisini qorxu ilə və s. buna bənzər yollarla Rəbbimiz bizi imtihan edir. Bizlərə də düşən belə halla üzləşdikdə buna səbr etməkdir. Kim İslam dininin sağlam təməllərinə yiyələnərsə, əsla şübhələr onu doğru yoldan azdırmaz. Əgər hər hansı bir şübhə sənin imanına təsir edirsə, demək sənin imanında problem var. Elm insanda şübhələr yaranması üçün deyil, əksinə, elm insanın imanında yəqinliyin artması üçün öyrənilməlidir. Uca Allahdan diləyirəm ki, bizləri eşidib faydalananlardan etsin. Əmin. Vəlhamdülillahi Rabbil aləmin.